Birləşmiş Ərəb Əmirlikləri 2013-cü ildə artıq çəki ilə mübarizə aparmaq üçün qeyri-adi bir təşviq kampaniyası keçirmişdi. Kampaniyanın əsas ideyası bu idi ki, insanlar çəkilərini itirdikcə qızıl mükafat alacaqlar. 2013-cü ilin iyul ayında Dubay Bələdiyyəsi Your Weight in Gold, çəkinizə görə qızıl adlı kampaniya başlatmışdı. Bu kampaniya çərçivəsində iştirakçılar itirdikləri hər kiloqram çəki üçün 1 qram qızılla mükafatlandırılacaqlar. Dubay hakimiyyəti tərəfindən başlatılan kampaniya sağlam həyat tərzini təşviq etmək məqsəd daşıyırdı. Kampaniya rəsmisi Hüseyn Lutahın sözlərinə görə qızıl mükafat üçün yuxarı hədd yoxdur. İştirak etmək istəyənlər çəkilərini ölçməklə yarışa qatıla bilərlər. 2013-cü ilin Dünya Səhiyyə Təşkilatı rəylərinə görə Birləşmiş Ərəb Əmirlikləri dünyada ən çox piyələnmə göstəricilərindən birinə malik idi. Ümumilikdə yetkin kişilərin 30%, qadınların isə 43% piyələnmiş sayılırdı. Digər bir araşdırmaya görə Dubayda yetkinlərin təxminən 57.6% artıq çəkili və ya piyələnmişdir. Birləşmiş Ərəb Əmirlikləri üzrə rəsmi məlumatlara görə də ölkə yüksək piyələnmə statistikalarına malikdir və 2025-dən sonra bu 90%-dən çox ola bilər. Proqnozlara görə ölkədə yetkin əhalinin əksəriyyəti artıq çəki və ya piyələnmə ilə yaşayacaq. Göstərilən rəqəmlər Dubayın təşəbbüsünü anlamaqda vacib idi. Sağlamlıq böhranı bir əyləncə kampaniyası ilə düzəlmir, amma motivasiya yaratmaq üçün bir addımdır. Bu kampaniyada iştirak etmək üçün bəzi şərtlər var. Müsabiqədə yalnız Dubayda yaşayış icazəsi olan şəxslər iştirak edə bilər. Bundan əlavə, iştirakçılardan sağlam olmayan üsullarla arıqlamamaları və həddindən artıq piyələnmiş olmaları gözlənilir. Qızıl mükafata layiq olmaq üçün minimum 2 kiloqram arıqlamaq tələb olunur. Mütəxəssislər qeyd edirdilər ki, sağlam olmayan qidalanma vərdişləri və idmanın olmaması Körfəz ölkələrində piyələnmə nisbətini əhəmiyyətli dərəcədə artırıb. Dubay hökuməti bu kampaniya ilə həm bu tendensiyanı tərsinə çevirməyi, həm də ictimaiyyəti daha aktiv və şuurlu həyat sürməyə təşviq etməyi hədəfləyirdi. Qızıl müqabilində arıqlamaq ideyası Dubayda böyük diqqət çəkib və kampaniya tez bir zamanda həm yerli, həm də beynəlxalq mediada müzakirə mövzusuna çevrilmişdi. Bu cür təşviqlərin sağlam həyat tərzi vərdişlərinin daimi olmasına nə dərəcədə töhfə verəcəyi bilinmir. Tədqiqatlar göstərir ki, pul və ya mükafatla bağlı təşviqlər insanları qısa müddətə hədəfə yönəltsə də, uzun müddətli sağlam həyat tərzi üçün davamlı davranış dəyişikliyinə gətirib çıxarmaya bilər. Ancaq unutmayaq ki, sağlam həyat tərzi qızıl üçün deyil, uzun və keyfiyyətli yaşamaq üçün lazımdır.